Nazlı dədələrin, yəni hamımızın anası olan el anası Nazlı dədələrin kitab təqdimatı günüdür. Bu münasibətlə ilk növbədə Nazlı xanımı təbrik etmək istəyirəm. Və bu kitabın araya ərsəyə gəlməsində vasitəçi olan bizim qələm dostumuz, ustadımız Alik Ağalıoğlu Ruzayeva eyni zamanda təşəkkürümüzü bildirmək istəyərdik. Ümumiyyətlə, həm kitabxana sistemi əməkdaşları adından, həm öz adından və həm də ki, qonaqlar adından. Bəli, kitab bir gəmi, bizi gələcəyə daşıyan bir gəmi. Bu gəminin içərisində müxtəlif xarakterli insanlar da var, şair təbiətli xanımlar da, bəylər də var. Bunlar bizim bu günümüzü, yəni tarixə aparan şəxsiyyətlər. Eyni zamanda bu tədbirin qəhrəmanı olan yazarımız, şairə xanım Nazlı dədələr. Biz Nazlı dədələrlə uzun illər əvvəl tanışıq. Nazlı xanım bilirsiniz ki, həm də hüquqşünasdır. Mən 3 illər Şirvanda nəşr olunan İşıq İctimai Siyasi qəzetinin redaksiyasına 94-cü ildə müxbir gələndə demək olar ki, bizim ilk müsahibəmiz elə Nazlı dədələrlə olub. O zaman Nazlı xanım dədələr deyildi. Hüquqşünas olaraq, qarkom işçisi olaraq, o zaman o illərdə belə adlanırdı, bir öncül xanımlardan, fəal xanımlardan biri. Yəni, onu demək istəyirəm ki, sonra vəziyyətlə əlaqədar bir müddət Şirvandan uzaqlaşmalı oldum və bizim ikinci görüşümüz bir neçə il əvvəl oldu. Bunun da şərait yaradan, bizə vəsilə olan Mədəniyyət Şubəsinin, yəni əməkdaşı olan Energetik Klubunun müdiri Esmira xanım Bəşirzadə oldu. Esmira xanıma yenə də mən öz təşəkkürümü bildirirəm. Çünki Esmira xanım jurnalist olmasa da daima axtarışda olan bir mədəniyyət işçisidir, gözəl bir aktrisadır. Eyni zamanda səhnəmizin natəvanıdır, anasıdır. Buna görə bugünkü tədbirdə iştirak edən hər bir şəxsə təşəkkürümü edirəm. Eyni zamanda Esmira xanıma. Çünki mən Esmira xanım tərəfindən bu tədbirə dəvətliyəm. Bilmirəm, nədənsə kitabxana bugün məni unudub. Amma biz, yəni, mənə elə gəlir ki, Nazlı xanımın tədbirində iştirak eləmək hər birimizin borcudur. Çünki bu kitabla mən indi tanış olacağım. Buradan istəyərdim bir şiir oxumaq. Şükürlər olsun sənə. Allahım, ey Allahım, şükürlər olsun sənə. 75-in içində nəsib etdin sən mənə bu yerləri görməyi. Qələbənin tarixi özü qədər gözəldir. Gəzdiyim Nazar kəndi dağların orcundakı elə bir ki, çiçəkdir. Maşallah olsun oğul, tikdiyim bu evə. Sənin qonağınam mən, sənsiz günüm olmasın, heç rəngin də solmasın. Qonşuluqda yaşayan sənin dostun Seymurun qonağıyam, ay oğul. 2 oğul anası, Aytəkimin yoldaşı. Hər zaman işi çoxdur, səhərdən axşama dək. Bir an boş dayanmır, kənd həyatının işi ağırdır. Ağırdan da ağırdır. Bostan, var, toyun, cücə. Keçilər, qoyun, inək, Allah bərəkət versin. Nur üzlü Aytəkinə. Öhdəsinə gəlir, bax, ay oğul. Öhdəsinə gəlir, bax. Maşallah olsun ona, pişirdiyi yeməklər, düzəltdiyi süfrələr çox oxşayır, göz oxşayır, ay Allah, maşallah, maşallah olsun sən. Və Nazlı dədələrin bu kitabı əlimizdə var ikən, onun Şirvan Mədəniyyəti Mərkəzinin əməkdaşı bizim Nadir qardaşımıza həsr etdiyi, ittifaq etdiyi bir şiiri də diqqətinizə çatdırmaq istərdim və ondan sonra icazə versəydiniz, yalnız bir şiirini qonaqlara təqdim etmək istəyərəm. Əziz və hörmətli Nadir müəllim, adınızla
Nadir, özünüz kimi. Bu şəhərin sevincinə, qəminə həmişə əl tutdun, kömək etdin sən. Sizi təbrik edir bu el, bu oba. Çox xeyir verdiniz obaya, elə. Çox xeyir verdiniz. 100 il yaşamağı qismət eyləsin ulu yaradanım sizə dünyada. Musiqi ruhumuz, həm də canımız. Muğamlar dinlədik sevə-sevə biz. Necə sənətkarlar gəlib getdilər. Musiqi dinlə, onu başa düş. Bir salavat çevir, ölmüş sənətkara. Ölmüş sənətkarımıza, dünyadan keçmiş sənətkarlarımıza, o cümlədən bizim Şirvanın dahisi olan Eldar müəllimə ruhuna salam olsun deyirəm. Eldar müəllimin yaradıcılığı demək olar ki, bizim bir növ bizim işığımız olur. Biz onun yaradıcılığının, yəni işığında böyümüşük, pərvazlamışıq. O cümlədən bugünkü gündə də bizim el anamız, ağbirçəyimiz yaxın günlərdə 79 yaşını tamam edəcək bizim Nazlı anamız var olsun. Onu ürəkdən təbrik edirəm. Ona yaxınladır. Mən sizi təbrik edirəm Nazlı xanım. Bu da bizdən kiçik hədiyyə. Buyurun. Heç bir şey yoxdur. Bizim borcumuz. Demek benim necə yaşım tamam olur? 78 yaşım. 78 Allah ömür versin. Allah hamımıza nəsib eləsin sağlam, gözəl yaşamağı. Amin. Amma bir dənə ana kimi sizə deyirəm ki, sağlam yaşamağın əsli, səbəbi sudur. Su, səhər 4 stəkan içirəm, günorta 3 stəkan, axşam 2 stəkan. Yəni ki, səhər mütləq içirim. Yəni ki, mən əgərləri baxıram ki, 60 yaşında arvadlar belə gedib, üzr istəyirəm də, baxıram, su içmirlər. Bütün oynaqlar hamısı o sudan qidalanır. Yəni üzr istəyirəm, mən... Çıxış edəsən axırda. Bir daha sizi təbrik edirik.